Salam hər kəsə. Bugün biz personal pronouns şəxs əvəzliyini keçirik. Şəxs əvəzliyinin iki forması var. Adlı kal, subject pronouns, obyektal, object pronouns. Adlı kal şəxs əvəzliyi cümlədə mübtəda olur. Obyekttal şəxs əvəzliyi isə cümlədə tamamlıq olur. Adlı kal şəxs əvəzliklərinə baxaq. I, mən, you, sən, he, o, kişi cinsi, she, o, qadın cinsi, it, o, cansız əşya və heyvanlar. Cəmdə we, biz, you, siz, they, onlar. Obyektal şəxs əvəzliyinə baxaq. Me, mənə, məni, you, sənə, səni, him, ona, onu, kişi cinsi, her, ona, onu, qadın cinsi, it, ona, onu, cansız əşya və heyvanlar. Cəmdə us, bizə, bizi, you, sizə, sizi, them, onlara, onları. Cümlələrimizə baxaq. Aygün likes to go to the museum. Aygün muzeyə getməyi xoşlayır. Aygün mübtədamızı şəxs əvəzliyi ilə əvəz eləyək. Qadın cinsi olduğuna görə she yazırıq. She likes to go to the museum. She-dən sonra adlı kalında olan şəxs əvəzliyindən sonra xəbər gəlir. İkinci cümləmizə baxaq. Ali and Fidan are going home. Əli və Fidan evə gedirlər. Əli və Fidan 2 nəfər olduğuna görə cəmdə olan şəxs əvəzliyi ilə əvəz edirik. Onlar evə gedirlər. They are going home. Növbəti cümləmizə baxaq. Obyektal şəxs əvəzliyi ilə işlənən cümləmizə. Everyone is looking for her. Hər kəs onu axtarır. Obyektal şəxs əvəzliyi cümlənin sonunda və ortasında gələ bilər. Tell them to be careful. Onlara de ki, ehtiyatlı olsunlar. Onlara de, ehtiyatlı olsunlar. Deməli, obyektal şəxs əvəzliyi söz önüdən sonra gəlir və ya feildən, yəni xəbərdən sonra gəlir. İndi isə gəlin şəxs əvəzliyinin üçüncü formasının, yəni adlı kal şəxs əvəzliyinin üçüncü formasının hansı isimləri əvəz etməyinə baxaq. She, məsələn, qadın cinsində olan isimləri əvəz eləyir. Məsələn, sister, mother, aunt, Mrs. Helen, Aygün və s. He isə kişi cinsində olan isimləri əvəz eləyir. Məsələn, brother, father, Mr. Brown, cənab Brown və yaxud da uncle və s. grandpa və s. It cansız əşyaları və ya heyvanları əvəz edir. Məsələn, book, pen, bird, dog. Z isə həm təkdə yox, cəmdə, yəni demək istəyirdim, həm qadın cinsi, həm kişi cinsində olan, həm də cansız əşyalara və heyvanları əvəz edə bilər. Sadəcə əsas odur ki, cəmdə olsunlar. Məsələn, sisters, brothers, books, dogs və s. Deməli, adlı kalında olan şəxs əvəzlikləri canlıdırsa who, yəni kim, cansızdırsa what,
Yəni it şəxs əvəzliyi isə nə sualına cavab verir. Obyekt hal şəxs əvəzlikləri isə whom, kimə, kimi, cansızları bildirirsə və heyvanları bildirirsə what sualına cavab verir. Yeni videolar üçün kanalıma abunə olun.